Deyinməyə başlamadan öncə hər kəsi salamlayıram. Mən də necə sevinirəm ki, həftə sonu gəlir. Elə bil kurorta gedəcəm. Hə, Sevda, gözdə kurorta gedəcəksən. Paltar yığım, toz sorun, ütü də elə onu deyirlər. Ay qızlar, deyin görün mən tək deyiləm. Həftə sonu sizin də eviniz belə qarışır. Həftə içi ağzına bir tikə yemək qoya bilmədiyim uşaqlarım həftə sonu qarın açırlar. Mən də başlayıram mətbəxdə master klass keçməyə. Yoldaşım bəs etmirmiş ki, bir də qızımla oğlumla YouTube'da, TikTok'da gördüyü hər dadlı şirniyyatı mənə göndərdilər ki, mama bunu bişirərsən. Heç nə, mən də dedim ana ürəyi dəxtisəyə durdum ayağa. Göndərdikləri o şirniyyatlardan ən asan olanını, yəni bulkanı başladım bişirməyə. Mən bulka bişirərkən digər otağında un olmağı halı məni heç təəccübləndirmədi. Amma bulka bişirdikdən sonra yumuşaqlığını görüb yaxşı ki etmişəm dedim. Görüntüyə baxın, inanın mənə ləzzəti də o qədər dadlıdır ki, çox özümü futbologer kimi hiss elədim laf. Nəysə qızlar, bir həftə sonunda 5 dəqiqə dincəlmədən yola verdiyimə görə gedim işlərimə davam edim.